Salam, hər vaxtınız xeyir olsun. Bu günləri boyun, bel və oynaqda olan ağrıları götürən möcüzəvi bir bitki haqqında sizə məlumat vermək istəyirəm. Əvvəlcədən videonu bəyənin, paylaşın ki, növbəti videoları vaxtında xəbərdar olasınız. Bu möcüzəvi bitki bağa yarpağıdır. Bağa yarpağını səhər yığırsınızsa, onu su olan qabda saxlayırsınız, axşam istifadə edirik. Axşam istifadə etdikdə kiçik bir qazan götürürük, qaynar su olur içində. Boyun nahiyəsinə düzəcəksə, onda 4-5 ədəd bağa yarpağını əl boydadırsa 4-5 ədəd. Bir həmin qaynar suya qoyub, boyun nahiyəsinə yanda tərəflərdən, ön tərəfdən düzürük və üzərinə dəsmalı uzun şəkildə büküb sarıyırıq. Sarıdıqda da bu nə bərk sarmaq lazımdır, nə də asta. Elə sarmaq lazımdır ki, rahat şəkildə gecə narahatçılıq verməsin yatdıqda. Səhər bütün bunları açırıq və boyun nahiyəsini silirik və o ağrıların nə qədər azalmasını müşahidə edirik. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.